Qonağımız var rubrikası ilə davam edirik, hörmətli tamaşaçılarımız. Qeyd edim ki, ötən həftə, yəni may ayının 9-11 tarixlərində Naxçıvanda Bookfest 2025 adlı möhtəşəm tədbir baş tutubdu və Bookfest çərçivəsində 20-dən artıq nəşriyyatın 30 mindən çox kitabı nümayiş etdirildi. Studiyamızın qonaqları ilə bu barədə söhbət aparacaq və istərdim ki, sözü çox uzatmadan qonaqlarımızı təqdim edim. İlk qonağımız Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğludur. Xoş gəlmişsiniz. Təşəkkür edirəm, xoş gördük. Növbəti qonağımız Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri, dosent Şəmil Sadiqdir. Xoş gördük, sabahınız xeyir olsun. Növbəti qonağımızı təqdim edim. Yazıcı Rövşən Abdullaoğludur. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Hər birinizi studiyamızda görmək sözün əsl mənasında çox xoşdur və qürur vericidir. Sizinlə söhbətdə mən düşünürəm ki, çox maraqlı keçəcək və Bookfest 2025 keçirildi. Mən belə düşünürəm ki, Bookfest 2025 festivalı sözün əsl mənasında bir bayramdır. Kitab sevərlərin bayramıdır və bu cür festivalların, tədbirlərin keçirilməsi ümumiyyətlə mütaliənin və kitabların populyarlaşdırılmasıdır və kitab sevərlərin özlərini tapdığı bir məkandır. Festival necə keçdi? Həmin festivalda iştirak etdiniz. İlkin olaraq sizin fikirlərinizi öyrənmək istəyirik. Buyurun. Əvvəla mən bütün Naxçıvan televiziyasının bütün əziz tamaşaçılarını, o cümlədən dəyərli aparıcılar salamlayıram və hesab edirəm ki, keçirilən festival yalnız Naxçıvan ədəbi mühiti, mədəni mühiti üçün deyil, bütün ölkə mühiti üçün çox əlamətdar hadisədir. Bilirsiniz ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin çətiri altında 22-ci festival keçirilir, Naxçıvanda isə ikinci festival keçirilir və bu il artıq, siz dediniz, 22 nəşriyyat və 30 mindən artıq kitab sərgilənir. Çox dəyərli yazıçılar qonaqdır, Naxçıvanın qonaqdır, Naxçıvan ədəbiyyat yurdudur. Azərbaycan ədəbiyyatına böyük yazıçılar, şairlər bəxş eləyib və burada da kitab bayramının keçirilməsi əslində bir qədər də belə deyək, elə yerində olan hadisədir. Mən Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinə təşəkkür edirəm, çünki bu ilk növbədə onların fədakar əməyi nəticəsindədir və eyni zamanda Naxçıvan rəhbərliyinə minnətdarlıq ifadə edirəm və televiziyada təşəkkür edirəm ki, hər cür informasiya dəstəyi verib. Bütün bax bu günlər ərzində sərgiyə gələnlərin sayı, insanların marağı, xüsusən yeniyetmə, gənc və uşaqların, oxucuların kitab sərgisində iştirakı, dərc olunan, nəşr olunan kitablara marağı onu göstərir ki, Naxçıvanda kitaba marağı var və inşallah növbəti illərdə bu maraq daha da artacaq. Bir kiçik qeyd edeyim ki, bir hadisənin özü qədər o hadisənin davamlılığı da eyni qədər əhəmiyyətlidir. Yəni 22-cidir, o gün olsun ki, Naxçıvan şəhərində 22-ci kitab yarmarkası keçirilir. Biz əminik ki, olacaqdır təbii ki. Və bu cür festivalların ümumiyyətlə keçirilməsi həm kitabları təbliğ edir, həm də ki, oxucular üçün seçim imkanları yaradır. Şəmil bəy, istəyirəm ki, elə festival haqqında siz də təəssüratlarınızı bizimlə bölüşəsiniz. Çox sağ olun. Necə idi festival? Möhtəşəm idi. Ümumiyyətlə, kitab olan yer həmişə möhtəşəm və müqəddəs, kutsal olur. O baxımdan bunun bilmənar şəkildə gözəlliyindən danışmaq olar. Amma bu festivalların həm də əhəmiyyəti ondan ibarətdir ki, təəssüf olsun bölgələrimіздəki kitab mağazalarının azlığı, kitaba əl çatanlığın çətinliyi festivalların dəyərini 1-5 artırır. Bu baxımdan və düşünün, Naxçıvanda ikinci kitab festivalı deyirik və qürur duyuruq. Amma kəş ki biz buna 32-ci müstəqillimizin yaşı qədər 35-ci kitab festivalı deyərdik ən azından. Şükür bu günümüzə və bu proseslər həm başlayır, davam elətdirilmiş olur. Ümumiyyətlə, mən buna belə qiymət verirəm. Bilirsiniz, Azərbaycanda artıq son bir neçə illik kitab sərgiləri həm Azərbaycan Nəşriyyatlar Assosiasiyasının bayraq altında çox yüksək səviyyədə təşkil olunur, həm də Mədəniyyət Nazirliyinin keçirdiyi beynəlxalq kitab festivalı daha beynəlxalq səviyyədə, standartlara cavab verən səviyyədə keçirilir. Formatına, böyüklüyünə, gün sayına, miqyasına baxanda beynəlxalq kitab sərgisindən sonra ANAİB-in keçirdiyi Bakıdakı Uşaq Kitab Festivalı və bir neçə sərgisindən bərabər, yəni Naxçıvan Kitab Sərgisi 2-ci, 3-cü yerdədir ölkəmizdə və bu sevindirici haldır. Çünki bir də
Naxçıvan rəhbərliyinə, Naxçıvan şəhər İcra Hakimiyyətinin bu mövzuda belə deyək, xüsusi dəstəyi görsəndi. Etiraf edeyim ki, biz bunu hər bölgədə görmürük. Yəni nə qədər düz Naxçıvandayıq deyə bu söz demək deyil, amma yəni çox bölgələrimizdə bu dəstəkdə çətinliklər yaşanmış olur. Amma birbaşa olaraq rəsmilərin nəzarətində olması, burada istək olması, təsəvvür edin 30-a yaxın yazıçı, naşir, ziyalı, alimin bura gəlişi, hər gün 1 saatdan bir müzakirələrin aparılması, mütaliələrin aparılması, imza saatlarının keçirilməsi, məsələn Rövşən müəllim, Səlim müəllim, Rüstəm Behrudi, Tahir müəllim və s. Elxan Elatlı. Bu prosesdə biz bugün hələ imza mərasimləri başlamadan elə hərə bir tərəfdən bir oxucu axtarır, bir kitabla gəlir, müəllim bir də imza atarsınız, nəsə bir sualı var, nəsə bir maraqlı bir hadisəni soruşmaq istəyir. Bu əlbəttə ki, kitaba da əlçatanlıqdır, onun yazısına da əlçatanlıqdır. Əslində bu kitab sərgiləri Azərbaycan yazıçılarının təbliğatına, təşviqatına xidmət göstərmiş olur. Çünki bizim oxucular uzun müddətdir Azərbaycan dilli ədəbiyyatdan uzaq düşüb. Nə mənada? Sanki Azərbaycan dilli ədəbiyyat zəifdir və yaxud da yaxşı əsərlər yoxdur. Bir növ tərcümə ədəbiyyatı bunu üstələməkdədir. Bəlkə də təbliğatla əlaqəli. Sözsüz təbliğatla əlaqəli. Çünki tanınmır. Əgər misal üçün hansısa bir dünya şöhrətli yazısını bütün saytlar, sosial şəbəkələr verə bilir, amma hansısa bir gənc Azərbaycan yazısının o qədər imkanlar yoxdur tanınması və təbliğ olunması üçün. Bu sərgilərlə biz yeni yazarlarımızı və yaxud da çox yaxşı yazardır, gənc də deyil, amma çox tanınmayıb onların təqdimatını eləyə bilirik və bu oxucuların arasında sıx əlaqələrin yaranmasına xidmət göstərmiş olur. Mən bugün də təşrif elədim, elə buradan da səsləndirirəm. Mənə elə gəlir, qonaqlarımız da bizdən razı olarlar ki, biz bu gələn Naxçıvandakı, Muxtar Respublikadakı sərgini məhz beynəlxalq sərgiyə çevirə bilərik. Qardaş Türkiyədən, İrandan, Gürcüstandan bu mövzuda yəni beynəlxalq bir kitab sərgisi formatında niyə olmasın? Çünki bölgə olaraq çox önəmlidir və mənim vətənimdir, doğma yurdumdur, elim obamdır deməyim xoş olmaz, amma bir neçə sərgilərimizlə müqayisədə etiraf edeyim ki, Naxçıvanda kitab sərgiləri naşirlərin də ürəyincədir. Çünki adətən sərgilərdə belə olur, böyük bir axını olur, kütlə olur, hamı gəlir. Amma kitab alışı, kitab ilə maraqlanan, sadəcə festival xarakterli baxışlar da olur bəzən sərgilərdə də ümumi görüntü naminə. Amma ikinci sərgisdə biz görürük ki, gələn konkret bir kitab arxasınca gəlir, yazar arxasınca gəlir, müəyyənləşdirdiyi bir şeyi almağa gəlir, özünün bir seçimi var. Bu demək ki, kitaba yad deyil. Bu torpağın Məmməd Ağa Şaxtaxtlılar var idi ki, zamanında Cəmil Mətbuzadənin, Molla Nəsrəddinlə, nə bilim o mətbuatın inkişafına dəstək verən insanlarımız vardı, Cəmil Məmquzadələrimiz vardı. Yəni bir ənənə olub və o ənənə qırılmamalıdır və davam eləyir, sevindirici haldır və hər birimiz üçün də xoşdur ki, belə bir alqışla, belə bir çaşaşanlı bir sərgini görmüş oluruq. Ümid edirəm gələn bundan daha möhtəşəminə imza atacaq. Əlbəttə. Və qeyd edim ki, insanların asudə vaxtlarında mütaliə etməsi, kitab oxuması onların təfəkkürünün formalaşmasına və inkişafına mühüm təsir göstərir. Və belə də qeyd etmək istəyirəm ki, hal-hazırdakı siz də qeyd etdiniz, BookFest 2025 kitab sərgisinə bir çox insan gəlmişdi və istərdim ki, Rövşən bəy, sizin təəssüratlarınızı bilək festival barədə. Yazıçılıqda 2010-cu ildənəm bir tendensiyanın şahidi olmuşam ki, hansı bölgədə, hansı yerdə mütəmadi olaraq kitab sərgiləri keçirilirsə, orada oxucuların kitaba marağı get-gedə artır. Hardasa bir 4-5 il olar ki, biz başlamışıq artıq bölgələrə getməyə və bu müddət ərzində hansı bölgədə mütəmadi sərgilər keçirilirsə, ildən ilə orada gələn oxucuların sayı artır. Bu axırıncı dəfə, məsələn, Gəncə kitab sərgisi 4-cü ildə keçirilir, düzdür? 4-cüdür Gəncədə. Məsələn, bu 4-cü il orada olan axın, yəni əvvəlki illərdən qat-qat artıq olur. Bu nəyə bağlıdır? Yəni, biz elə psixologiyada yaradılmışıq ki, hansı mövzunu daha çox görürüksə, o bizim motivasiyamıza çevrilir və sən ona doğru gedirsən. Yəni, əgər şounu hansısa bir yerdə sən daha çox göstərsən, konsertləri daha çox göstərsən, həmən bölgədə musiqiyə, rəqsə, bu tip incə sənətin bir sayəsində maraq artacaq. Bunu kitabla əvəz eləsən, maraq kitabı artacaq. İstənilən bir şeyi biz görürüksə, ona doğru gedirik.
Ola bilsin bəziləri onun əhəmiyyətini anlayıb gedir, ancaq bəziləri ola bilsin axına düşüb gedir. Hər bir halda insan cəmiyyəti yəni bu cür işləyir. Biz bunu müsbət tərəfdə istifadə etməyi mən tərəfdarıyam. Richard Thaler'in belə bir əsəri var, Nocudur əsərin adı, Təkan. Təkan əsəri bu müəllifə Nobel mükafatı gətirib iqtisadiyyat üzrə. Orada əsas prinsiplərdən biri budur. Deyir ki, bizlər baxmayaraq iradəli bir varlığıq, öz seçimlərimizi iradə ilə edirik. Ancaq kənardan bəzi o nodcular, o təkanlar var ki, bizi müəyyən bir istiqamətə aparır. Məsələn, deyirsən, daxil olursan hansısa bir supermarketə, öz boyun istiqamətində hansı məhsulları görürsənsə, sən ona doğru gedirsən. Xüsusi rənglərdən istifadə edirlər. Hər xalqa görə bu rənglər dəyişir. Məsələn, marketinq elə qururlar ki, məsələn, bəzi yerlərdə qara rəngə meyil çoxdur. Məhsulu o rəngdə təqdim edirsən, satışı qalxır. Bu psixoloji trüklardır. İqtisadiyyat psixologiyasında buna təkanlar deyirlər. Orada belə bir ifadə işlədir. Deyir ki, müasir istehlakçı cəmiyyət bu təkanları öz məhsulunun satışına doğru yönəldir. İstər o yaxşı olsun, istər pis olsun. Ancaq biz çalışmalıyıq ki, bu psixoloji mexanizmləri müsbət tərəfə istiqamətləndirək. Deməli, sözümün canı nədən ibarətdir? Əgər burada biz oxuya marağı artırmaq istəyiriksə, mütləq olaraq başladığımız birinci addım kitab sərgilərinin təşkil olunmasıdır və Səlim müəllim düz vurğuladı ki, bu mütəmadi bir xarakter daşımalıdır. Və insanları, oxucular ora cəlb etməkdir. Oxucular gəlir, oxucular gələndə fərq eləmir. Müxtəlif yazıçılar gəlir. Ola bilsin ki, 5 nəfər məni tanımır, ora gəlirəm, hansısa çıxış eləyirəm, məni görür, bir kitab imzaladır. Bir də kitabda bir narkotik aludəçilik xüsusiyyəti var. Sən bir adama kitabı oxutdur. Mən 15 illik bu fəaliyyətimdən gördüyüm və təcrübə etdiyimi bölüşürəm. O bir kitabı oxuyandan sonra həmən adam bu kitabı başqasına təqdim elətdirəcək. Özü sonra gedib başqa bir kitabı alacaq. Yəni, bu adi bizim düşüncəmizdir, adi bir fikirlərimizdir. Ona görə bu sərgi, mən fikirləşirəm ki, yəni uğurlu oldu. Mən müsbət bir enerji ilə bu sərgidən qayıdıram. Yəni, hərə əlindən gələn elədir. Anayibə böyük bir təşəkkür düşür Şəmil müəllimin timsalında. Ona görə ki, Anayib bu sahəyə ayaq qoyandan ölkədə, məxsusən də regionlarda sərgilərin sayı artıb. Yazıçılar üçün də nə lazımdır? Bir meydan lazımdır ki, sən ora gələsən, kitabı insanlara təqdim eləyəsən, suallarına cavab verəsən. Müasir dövrün cəmiyyəti, məsələn, əvvəl sən belə bir xüsusiyyət var idi, kitabı yazırdın, buraxırdın, kitab öz axarı ilə gedib yolunu tapırdı. İndi müəllif kitabla hardasa yanaşı getməlidir. Çünki indiki dövrün oxucusu istəyir müəlliflə kontaktı olsun, ona sualını versin, kitabla bərabər bir müəllifi də tanısın. Bu sərgilər belə bir imkanları yaradır ki, sən oxucuya yaxınlaşa bilirsən. Oxucular üçün fərqli bir situasiya, eyni zamanda maraqlı bir situasiya yaradır ki, mən kitabı oxumuşam, ancaq müəlliflə görüşməmişəm. Həmin sərgidə müəlliflə görüşmək, onun imzasını almaq həqiqətən bu böyük bir işdir. Sevindirici bir haldır. Bir söz o oxucunu ciddi şəkildə təsir edir. Məsələn, bəzi oxucu deyir ki, mən 2013-cü ildən bu görüşü gözləyirəm. Yəni, o görüş həsrəti onu motivasiya edir ki, müəllifi izləsin, kitab oxusun, ədəbi mühitdən kənarda qalmasın. Son nəşri hansıdır, hansı kitabdır? Bu gözəl bir şeydir. Xüsusilə də psixoloji kitablar düşünürəm ki, son dövrlərdə insanlar üçün daha maraqlıdır. Siz nə düşünürsünüz və niyə bu qədər maraqlıdır? 2 ay bundan əvvəl bizim bir romanımız çap olundu, Abadon intellektual psixoloji detektivdir. Orada onun imza mərasimi qoydu. Eyni zamanda orada bizim bir panel də vermişdi, bir çıxışımız da oldu. Mən naşirdən soruşdum, dedim ki, necə satılır, rəğbət necədir? Dedi, ən çox satılan 3 kitab siyahısındadır. Sonra dedim ki, sizin oxucuların daha çox nəyə marağı var? O qayıtdı, dedi ki, psixoloji və özünün inkişaf mövzulara. Nəyə görə? Çünki biz düşüncəmiz eynidir. Yəni, ola bilsin, dilimiz fərqlidir, yaşadığımız areal fərqlidir. Ancaq, məsələn, insan olaraq ehtiyacımız eynidir. Psixologiya. Hamımızı eyni mövzu düşünür, həyat düşündürür, həyatın mənası düşündürür, xoşbəxtlik mövzuları düşündürür. Sən bunu əsərində toxunanda və bu suallara cavab tapanda artıq oxucu daha çox həmin o kitablara meyl etməyə başlayır. Bəli, meyl edir və əsas odur ki, yəni o kitab onun qəlbinə toxunsun və onu maraqlandıran suallara işarə eləsin.
Səlim bəy, qeyd etmək istəyirəm ki, beynəlxalq kitab festivallarında tədbirlərində biz bilirik ki, iştirak etmisiniz və Azərbaycan ədəbiyyatını təmsil etmisiniz. Bu barədə də fikirlərinizi öyrənmək istəyirəm və Azərbaycanda, müxtəlif respublikamızda keçirilən kitab festivallarında həmin festivallardan nəyi qazandırmaq olar, nəyi əlavə etmək olar? Əslində, sualınızın bir hissəsinə hörmətli Şəmil müəllim qeyd elədi ki, yaxşı olar ki, növbəti illər ən azı yaxın qonşulardan kitabçılar, naşirlər dəvət olunsun. Yox, indi düşünürəm ki, məhz ANAİB-in keçirdiyi festivalları dünyanın oturuşmuş 50 il, 60 il davam edən festivalları ilə müqayisə eləmək doğru olmazdı. Çünki başqa səciyyə daşıyır. Amma burada vacib olan bilirsiniz nədir? Kitabın şəksiz ki, bir marketinq tərəfi var. Əmtəyə də satılmalıdır. Əlbəttə. Bu işlə bilavasitə Şəmil müəllim kimi və bugün Naxçıvanda olan bax o 22 naşir kimi bizim belə deyək, kitab ədəbiyyat cəngavərləri məşğul olurlar. Bu onların bildiyi sahədir. Mən məsələn cəbhənin bu tərəfindəyəm. Mən kitab yazanlar və müəyyən qədər də belə deyək, az və ya çox dərəcədə ədəbiyyatı təmsil eləmək hüququna malik olan adamam. Amma mən bir şeyi demək istəyirəm, bilirsiniz? Bu məni həmişə düşündürüb. Bizneslə kitab mənəvi işdir. Təbii ki. Kitab yazmaq. Bizneslə kitab, yaradıcılıq, bunlar mahiyyət etibarilə əks qütblərdə dayanan işdir. Yəni, nəyi demək istəyirəm? Məsələn, tutalım, mən çörək istehsal edirəm. Dükanımın olduğu məhəlləyə bilirəm ki, tutalım 100 ev var. Mən ora maksimum 120 çörək pişirib hər gün bazara çıxmalıyam. Çünki əks təqdirdə mən çox ciddi şəkildə itirə bilərəm. Yəni, biznes tələb və təklif prinsipi ilə işləyir. Amma yaradıcılıq təklif və tələb prinsipi ilə işləyir. Yəni, deyək ki, məsələn, bir Rövşən Abdullaoğlu Azərbaycan kitab məkanına daxil olur yazıcı kimi. Bir planka müəyyənləşdirir, bir üslub yaradır, təklif eləyir. Estetik, etik və s. parametrlər ona müvafiq tələb formalaşmağa başlayır. Burada bu sac ayağıdır əslində. Bir tərəfdə naşirlər dayanır, bir tərəfdə kitab satanlar dayanır, bir tərəfdə kitabı yazanlar dayanır. Kitab yarmarkaları və sərgilər bu prinsip əsasında işləyir. Kitab sərgilərinin keçirilməsi iki əsas şeyi həm oxuculara, həm də ümumiyyətlə mədəni mühitə və insanlara öyrədir. Bir, kitaba, sözə münasibəti təbliğ edir. Bu, mənə görə ən birincidir. İkincisi, insanların kitab, insanların, oxucuların, hətta uşaqların, bax, mən Naxçıvan kitab yarmarkasında balaca, gözəl balaları görürdüm. Həm də onları ilk yaşlarından kitabla ünsiyyət, kitabçı ilə ünsiyyət, bax, bu şeyləri aşılayır. Bunun beynəlxalq, məsələn, deyək ki, məsələn, beynəlxalq kitab yarmarkaları. Beynəlxalq kitab yarmarkaları mənə görə, əlbəttə ki, hər bir ölkənin, məsələn, mən bilirəm ki, yazıcı kimi Rövşən müəllim xaricdə kitab yarmarkalarında olub. Özünü və Azərbaycan ədəbiyyatını təmsil edib. Amma bir başqa məsələ, bu artıq başqa məsələdir. Bu, Azərbaycan ədəbiyyatının təbliği məsələsidir. Bununla yayın evləri də, nəşriyyatlar da məşğul olmalıdır. Amma bununla biraz da hökumət, dövlət məşğul olmalıdır. Məsələn, Mədəniyyət Nazirliyi, hansısa xüsusi proqramlar olmalı. Bu başqa məsələdir. Amma beynəlxalq statusun olması və bura naşirlərin gəlməsi, bu ola bilsin ki, kitaba maraq baxımından ciddi qatqı saxlamayacaq. Çünki tutalım bir ərəb naşiri gəlib Naxçıvanda ərəb dilində neçə kitab sata bilər ki. Biznes nöqteyi nəzərindən onun üçün maraqlı olmayacaq. Amma öz ölkəsinin mədəniyyətini təbliğ etmək baxımından maraqlı olacaq. Ola bilsin ki, onlar bizim dildə hansısa öz müəlliflərini çap edib, özləri gətirib təqdim edəcəklər. Başqa tərəfdən bizə isə, yəni Azərbaycana isə, deyək ki, Naxçıvana isə, milli, bizim həqiqətləri o gələn qonaqlara təqdim eləmək baxımından maraqlı olacaq. Ona görə, bax, bunlar ayrı-ayrı sahələrdir. Amma kitab sərgiləri dediyim kimi, bax, bütün bu parametrləri bir çətir altına yığır və mən əminəm ki, həm ANAİB, həm Şəmil müəllimin xatırlatdığı kimi Mədəniyyət Nazirliyinin
həyata keçirdik və yeri gəlmişkən o festival da il-ildən daha yaxşı olur. Səviyyəsi artır, əhatəliliyi artır və kitab yarmarkalar bax bütün bu işlərə xidmət edəcək. Və incəsənətsiz ümumiyyətlə yaradıcılıq olmadan yaşamaq mümkündürmü Səlim müəllim? Mən bu suala belə cavab verərdim. Daha doğrusu bir qədər icazənizlə bütün mədəniyyətin adından danışmaq hüququm olmadığına görə kitabla bağlı belə bir şey deyim. Kitablar yeganə vasitələrdir ki, əski dövrlərin, keçmiş dövrlərin ən yaxşı adamlarının ən yaxşı fikirləri ilə bizə tanış olmaq imkanı verir. Vacib deyil ki, o kağız formasında olacaq. Bu book reader vasitəsilə ola bilər, kompüter vasitəsilə ola bilər. Amma əlbəttə ki, kitabın klassik forması, yəni kağız kitab, bax o masanın üstündə bir kitab var. Məsələn, o cür kitab vasitəsilə biz keçmişlərin ən maraqlı irsini, ən ağıllı sözlərini, ən insan ruhuna xitab edən sözləri gələcək nəsillərə ötürən məsələdir və bir də çağımızın ən yaxşı insanları, mən indi özümü nəzərdə tutub yaxşı insan demirəm, məsələn, burada olan həmkarlarımı nəzərdə tutub deyirəm, onların da nə düşündüyünü oxuculara çatdıracaq və mənə elə gəlir ki, bu ilə də öz əsas başlıca funksiyasını yerinə yetirəcək. Bir əlavə də eləyim mən sizin. Bu brendinq psixologiyası deyilən bir anlayış var. Deyir, elə məhsullar var ki, o özü-özünü satır. Məsələn, şou bundan biridir. Hansısa bir şou xarakterli bir kontenti YouTube-da paylaş, ona sən kənar dəstək olmasa belə, böyük bir qism auditoriya ətrafında yığışacaq. Məsələn, onlardan biri idmandır. Dünyada ən çox diqqət çəkən mövzulardan idman. O daha çox aqressiv və konflikt xarakterli idmanlar. Məsələn, dünyaya baxın, o mövzuda kənar müdaxilə olmadan böyük bir auditoriyanı çəkir öz ətrafına. Və yaxud da onlardan bəziləri siyasi mövzulardır. Yəni, siyasi mövzular, siyasi kontent daşıyan hansısa mətnlər olsun, videolar olsun, o da yenə də konflikt var və böyük bir kütləni yığır öz ətrafına. Kitab onlardan deyil. Məsələn, brendinq psixologiyasına görə kitab özünü geniş kütlədə satan məhsul deyil. Və sən bunu əgər ya vərdiş əsasında oxumalısan, ya da ki, ailəyə baxın, 3 övladdan birinin kitaba təbii marağı var. Digər ikisinə sən məcbur edirsən ki, bunu oxu. Və yaxud da ki, sən cəmiyyətdə oxunu bir dövlət siyasətinə çevirirsən. O ölkələr kitabda irəliləyiş əldə ediblər, kitab sənayesində dünyaya çıxıblar. Onlar kitabın yanında bir biznes mexanizmini birləşdiriblər. Yəni, kitab artıq əgər bizneslə paralel olmasa, heç bir naşirin marağı olmayacaq ki, o sahədə böyük bir işlər görsün. Düzdür, bizim naşirlər və yazıçılar, mən tam səmimi deyirəm, bunlar fədakar insanlardır. İstər Yazıçılar Birliyinin üzvləri, istər digər qurumlar, istər ANAİB, istər nəşriyyatlar, bunlar həqiqətən fədakardır. Mən Amerikada bir tədbirdə iştirak edirdim, yanımda Amerikalı bir yazıçı oturmuşdu. Mənim burada gördüyüm işlərin ardası bir onda birini görür. Adamın gəlirlərindən söhbət düşdü. Onların gəlirləri yəni belə fantastikdir də. İlə 50-60 milyon dollar bunlar gəlir əldə edirlər. Adam artıq qazandığı pulla müəyyən bir başqa sferaya yatırım edir. Və nəsə söhbət gedir və mən düşünürəm ki, bu da fikirləşir ki, bəlkə bu özəl təyyarə ilə bura gəlir və yaxud da ki, nəsə bunun böyük bir biznesləri zadı var. Yəni, Azərbaycan ədəbiyyatçısı, Azərbaycan yazıcısı və naşiri bu həqiqətən fədakardır. Özündən qoyur və qayıdışı, istər maddi olsun, istər mənəvi, o qədər də deyil. Nəyi demək istəyirəm? Əgər biz dünya səviyyəsinə çıxmaq istəyiriksə və yaxud da ölkədə geniş miqyasda istəyirik, kitab artıq bir mədəniyyət halını alsın, geniş miqyasda vüsət almağını istəyiriksə, bu bir dövlət proqramı şəklində olmalıdır. Düzdür, Naxçıvanda həqiqətən bu dəstəyə görə böyük bir təşəkkür düşür. Yəni, burada rəsmi qurumlara, onların sayəsində ANAİB-in dəstəkliyi ilə oldu, naşirlərin, yazıçıların gəlmələrindən oldu. Ancaq dünyaya çıxmaq bu kifayət deyil də. Yəni, mən məsələn, hər ildən artan oxucu tendensiyasını izləyən yazıçı kimi Naxçıvan potensialı bundan qat-qat çoxdur, Azərbaycan potensialı bundan qat-qat çoxdur. Yəni, məsələn, Moskvada daimi oxu faizi 22-dir, Sankt-Peterburqda 25-dir. Yəni, orada olan o kütlənin 25%-i bir kitab bitən kimi gedir, yenisini alır, oxuyur. Azərbaycan potensialı bundan da çoxdur. Nə etmək lazım? Dediyim kimi, kənardan o dəstəklər olmalıdır.
Bir də niyə bəzən dəstəklər olmur? Ona görə ki, biz kitabın önəmini anlamırıq. Yəni, mən üzləşirəm də, bəzən söhbət edirsən, mən baxıb görürəm ki, adam o havada deyildi. Adam başa düşmür ki, bir kitab nə eləyə bilər? Acaba bir dənə gəlin tarixə baxaq. Nə eləyibsə bir kitab eləyib. Məsələn, Amerikada Tom Əminin Koması deyilən bir əsər yazıldı. Bir dənə belə bir əsər qələmə alındı. Vətəndaş müharibəsinə gətirib çıxartdı. Quldarlıq quruluşunun ləğvinə gətirib çıxartdı. Bir dənə əsər. Martin Luther King'in broşurları var idi. Seqregasiyanı, yəni qara dərilərə qarşı aparılan o ikili standartlar, o sistemi dağıtdı. Ortadan qaldırdı. Kiçik broşurlar. Bir dənə Hind tarixinə baxın, Vedalar. Yəni neçə min illik tarixi var. Veda cəmiyyətdə bir kasta rejimi deyilən bir rejim yaradıb. Hind cəmiyyəti hələmdə altından çıxa bilmir. Bir-iki kitablardır da və yaxud da Yəhudi xalqının bir formalaşmasında Tövratın rolu. Ərəb tarixi İslam gəlməyənə qədər yoxdur. Yəni siz bir dənə baxın, görün, ərəb tarixi dünyada hansı rola malikdir? İslama qədər sən heç nə görmürsən. Hansısa səyyahların kitabında keçir ki, gəldim orada bir pərakəndə yaşayan xalqları, tayfaları gördüm. Ancaq İslam gələndən sonra bir kitabın üzərində quruldu da. Bir kitab bir-biri ilə 50 il, 100 illik düşmənçilik yapan xalqları birləşdirdi və xilafət deyilən bir güc yaratdı və bütün dünyaya, Avropaya qədər gəldilər, çıxdılar. Şimali Afrikaya qədər getdilər, çıxdılar. Hamısını nə elədi? Bir kitab elədi. Deməli, fəlsəfəyə baxaq. Fəlsəfədə də bir kitablar eləyir də. Güya ki, Auguste Comte'un əsəri təcrübəçilik sistemini qurdu, bir dənə əsərdir. Və yaxud da ki, Kantın əsəri bir əsərdir, Nietzsche'nin əsəri bir əsərdir. Ancaq fəlsəfədə bunlar çevriliş edib və sosial dəyişikliklərə gətirib çıxardıblar. Və nə vaxta qədər biz bunu tam anlamayacaq ki, kitab cəmiyyəti dəyişə bilər, Əlbəttə. Ya müsbət, ya mənfi tərəfə. Yəni, kitab ancaq belə deyim də, könüllü və bu cür insanların fədakarlığı nəticəsində bir yerə qədər gedəcək. Ondan o tərəfə böyük bir miqyasa, yəni bundan çıxmaq yəni mümkün deyil. Bu əslində maraqlı bir məqamdır. Qeyd edim ki, digər siz nüansda da sadaladınız, kitab bunlardan deyil deyə vurğuladınız. Mən də belə bir sual vermək istəyirəm sizə ki, bir kitab öz oxucusunu necə çəkməli, necə cəlb eləməlidir özünə? Bu sualı mənə məsələn tez-tez verirlər ki, necə olur bir yazıçı uğur qazanır? Mən çox sadədir də. Bəzən də elə olur ki, yazıcı tanınmır, kitabları ümumiyyətlə tanınmır. Bu məqam da vardır. Kitab yazılır, ancaq oxucular tərəfindən oxunaqlı olur çox zaman. Bir yazıçının əsəri niyə oxunur? Əgər, bunun qaydası çox sadədir, əgər yazıçı düzgün formada kitab yazsa, mövzu üzərində düzgün işləsə, orada, nə bilim, girişini, çıxışını, auditoriya xitabını düzgün qoysa, yəni qısacası məhsul üzərində işləsə, kitab üzərində canlı qoysa, qəşəng işləsə, mən inanmıram ki, o kitab uğur qazanmasın. Və bir oxucu onun reklamçısına çevrilir. Məsələn, mənim öz təcrübəmdən deyim, hamısının yəni, səbəbkarı oxuculardır. Yəni 80% bizim kitabların reklamı oxuculardan qaynaqlanır. Bu oxucu bir kitabı oxuyur və inanın ki, oxucu gedir, bütün kitabları oxuyur. İndi orada kitab imzalayıram, görürəm bir nəfər gəlib, adı məsələn Bahar xanımdır da. Bir dənə öz adına imzaladı, bir 5 dənə, 6 dənə deyir, bu müəlliməmdir, bu dostumdur, bu rəfiqəmdir. 5 dənə kənar adama imzaladı. Yəni orada bir 100 nəfər olsa, onların heç olmasa bir 70-80%-i kiməsə kitabları alır. Deməli, məhsul gözəl olandan sonra, insan orada özünü tapıb, o oradan qane olandan sonra onun reklamçısına çevrilir. Yenə də hamısı qayıdır kitaba, ancaq bu bir yerə qədərdir. Yəni, bir var 20 ilə bir 10 min dənə oxucu yığarsan, bir var kənar dəstəklərlə yığarsan 100 min, 1 milyon. Kitab oxumaq eyni zamanda estetik bir zövq deməkdir. Mən əminəm ki, kitab oxuyaraq zövq alanlarda kifayət qədərdir və həmin oxucularla birbaşa siz əlaqədə oldunuz Bookfest 2025-də. Əslində, kitabdan saatlarla danışmaq olar, ancaq yekunlaşdırmaq məcburiyyətindəyik söhbətimizi. Sizi studiyamızda görmək sözün əsl mənasında çox xoş idi, var olun və mən əminəm ki, yenidən biz görüşəcəyik. Əlbəttə, sizin kimi dəyərli ən azından ildə bir dəfə. Əlbəttə, sizin kimi dəyərli insanlardan da bizim gənc, belə deyim ki, yazıçılarımız, şairlərimiz və hətta oxucularımız da böyük bir örnək götürdülər və yararlandılar. Təşəkkür edirik hər birinizə. Təşəkkür edirik, işlərinizdə uğurlar arzu edirik, sizi görmək çox xoş idi. Təşəkkür. Sağ olun. Bəli, dəyərli dostlar, artıq söhbətimizi yekunlaşdırdıq. Qısa fasilənin ardınca isə yenidən studiyamızdayıq.